Salam hər kəsə izləyicilərimiz. Bugünkü videomda sizinlə birlikdə 7-ci sinif kimya KSG 5 yeni versiya KSG-nin cavablarına baxacağıq. Gəlin cavablara başlayaq. Birinci suala baxırıq. Ölü dənizin təsərrüfatı və sənaye üçün əlverişli olmasının səbəbi hansıdır? A-da verib suyun sıxlığının böyük olması və maddələrin miqdarının çox olması, B-də maddələrin miqdarının çox olması və suyun alçaq olması, C-də suyun alçaq olması və canlının olmaması. Burada doğru cavabımız olacaq A bəndi. İkinci sualda hansı nümunə buxarlandırmaya aiddir? Burada doğru cavabımız olacaq su və buz, yəni B variantı. Üçüncüsündə etil spirtinin qaynama temperaturu, suyun qaynama temperaturu. Biz bunlar boşluqları doldurmalıyıq. Qeyd edirik, etil spirtinin qaynama temperaturu 78 dərəcə Selsi, suyun qaynama temperaturu isə 100 dərəcə Selsi. Dördüncüdə C2H5OH-ın verilən formul hansı qarışıqdır? Bitki yağı üstəgəl su, etil spirt üstəgəl su, şəkər tozu, şəkər su və üstəgəl su. Burada doğru cavabımız olacaq etil spirti üstəgəl su, yəni B variantı. Keçirik 5-ci sualımıza. Deyir ki, at ətini mal əti adı ilə satışa satan işçilərin əməlini hansı xromatoqrafiya üsulu ilə müəyyən edib tapmaq olar? A-da verib içki analizi, B-də dərman analizi, C-də məhkəmə ekspertizası, D-də isə qida analizi. Burada doğru cavabımız olacaq 5-ci sualda D variantı, yəni qida analizi. 6-cıda durultmaya aid 3 nümunə qeyd edin. Baxın, siz əvvəlcə qeyd edə bilərsiniz neft, üstəgəl, su. Daha sonra qeyd edə bilərsiniz, digərlərini şifa edəcəm. Demək ki, bitki yağı, üstəgəl su, bir də benzin, üstəgəl su. Yenə təkrar edirəm. Neft, üstəgəl su, bitki yağı, üstəgəl su və benzin, üstəgəl su. 7-ci suala distillə zamanı hansı proseslər baş verir? Demək ki, 2 dənə boşluq qoyubsa, demək ki, 2 dənə olmalıdır. Burada nə yaza bilərik? Bir yaza bilərik, kondensasiya yaza bilərik. Bir də yaza bilərik, buxarlandırma. Fraksiyalı distilləyə uyğun nümunəni seçin. A-da verib qum üstəgəl su, B-də verib etil spirti üstəgəl su, C-də isə şəkər üstəgəl su. Burada demək ki, 8-ci sualda fraksiyalı distillə soruşduğuna görə doğru cavabımız olacaq etil spirti üstəgəl su, yəni B variantı. Keçək digər səhifəmizə. Digər səhifədə isə verir ki, kristal hidratlara nümunə seçin. Demək ki, verib ki, belə işarələyib qabağından 1, 2, 3, 4. Biz gəlin doğru cavabı tapaq. Baxın, verib birincidə mis SO4, 5H2O, CO2 alüminium 2O5, daha sonra oksigen 5, yəni natrium 2CO3, 10H20, daha sonra demək ki, GnEO3 və K2 20O7. Daha doğrusu 2O7, oksigen 7 mənasında. 9-cu sualda necə olacaq? Biz burada doğru cavabı götürəcəyik. Birincisi və üçüncüsü. Bunlar həmçinin kitabda qeyd olunur. Yəni kitabdan əlavə başqa götürülməyib suallar. 10-cu suala baxırıq. 10-cu sual deyir ki, proton sayı 13-dür, neutron sayı 14-dür, kütlə ədədi 27-dir. A və B-ni tapın. Baxın, X kimi qeyd edir və A ilə B-ni soruşur. Bu çox asan olacaq. Nəyə görə deyirəm? Baxın, indi gəlin mən bunun həllini sizə başa salım. Baxın, deyir ki, proton 13-dür. Demək ki, gəlin biz belə qeyd eləyək də. Tutalım ki, B-yə əvvəlcə neutron sayı düz deyir də. Yəni, əslində biz bunu tapmamışdan əvvəl kütlə ədədindən 13-ü, yəni proton sayını çıxıb cavabı tapa bilərik. Elə bir dəfəlik elə həllimiz də orada bitəcək. Biz bunun həllinə baxanda yazırıq ki, 27 çıx 13 bərabərdir 14-ə. Demək ki, bu 14 olacaq neutron sayı. Demək ki, neutron sayı 14-dürsə, demək ki, 27-dən çıxıb 13-ü 24 alıb. Yəni, o da doğrusu 14 alıb. Yəni ki, bu 14 neutron sayı buradan alınır. Amma burada soruşur ki, A ilə B-yə X-i, yəni onun yerini müəyyən edin. Burada siz götürəcəydiniz ki, X-dür. Baxın, 13 verib A. Bu proton sayı 13-ü A-nın yerinə qoymalıydınız. Daha sonra burada 14 verib A neutron sayı. 14 neutron sayını da B-yə qoymalıydınız.
Başqa bu testlərin tam versiyasını kanalımda ictimaidə paylaşacağam. Oradan əgər PDF formasında, əgər burada bulanıq görsənirsə, siz oradan cavablarına baxmadan özünüz həll edib daha sonra yoxlaya bilərsiniz. Beləliklə bugünkü videonun sonuna gəldik. Sağ olun, salamat qalın.